Eksperimental yaradıcılıq birliğinin istehsalı. Ehtiyatlı olun, görmürsünüz. Dayan, dayan. Ay yoldaş, burada ne aktarırsınız? Ne dersen? Burada ne aktarırsınız? Afonyanı. Afonya kimdi? Barşovu. 2 saat onu gözləyirəm. Təmir. Sifon xarab olub. İndi iş xırtdəyəcəndi. Mən maaş almalıyam, maaş. Maaşı isə saat 3'ə qədər verirlər. İndi isə 3-15 dəqiqə qalıb. Barşov, Eşidirəm. mən sənin adına əlavə iş yazaram. Əlbəttə yazmalısan. Nədir, hava iş deyəcəm? Bir də fəvvarəni. Məndə fəvvarə yoxdur. Bəs kibritin var? Yox, mən çəkmirəm. Naxaq yerə. Özünü həyatın zövqündən məhrum eləyirsən. Barşov, Eşidirəm. sənin vicdanın var? Vicdan nə qədər istəyirsən. Artıqlaması ilə. Amma vaxtım yoxdur. Afonya. Başrolda Leonid Kuravlyov. Rollarda Katya Evgeniya Simonova, Kolya Evgeniy Leonov, Yegoza Saveliy Kramorov, Yelena Nina Maslova, Fidul Borislav Burundukov və başqaları. İki sayılı mənzil istismar sahəsi. Maaş saat 16'dan sonra verilir. Barşov. 4'ten sonra gəl. Nilya Xristoforovna, adamlığınız olsun. Onu həkimə aparmaq lazımdır. Bütün günü dalımcı gəzir zavallı yetim. Yetim kimdi? Bacım oğlu, kənddən yanıma müalicəyə göndəriblər. Uşağın vəziyyəti çox pisdir. Nə olub ona? Bilmirəm. Heç kim bilmir. Dayandığı yerdə əsir yazıq. Odur. Fidulov! Fidulov! Ay səni, gördü. Nədir? Tez ol, işə gəl. Bizim ixtiyarımız yoxdur nahar eləyək. Hə, O səhər açılandan nahar eləyir. Tez ol işə qayıt. Kimə deyirəm? dedim ki, Ramaşkiyə getmək lazımdır. Gəlirəm. Rejissor Georgi Daneliya. Boşdur. Yaman istedi. Çömçe balığı? Çapaq.
Təzədir? Qonaq olun. Ver. Mən içmirəm. Niyə? Allergiya. Nə? Xəstəlik adıdır. Dəri qaşınır. 10 qram. Dedim ki, yox. Bir damla. Dedim axı. Dedim ki, olmaz. Yarım damla. Olmaz. Yarım damla. İyi gəlsin. Sən öz həyatından razısan? Çox. Çox razıyam. Bəs sən? Yox. Nahaq yerə. Bəs niyə? Mən ona fəlsəfi yanaşıram. Hə, əgər fəlsəfi yanaşsaq, mən də narazıyam. Плыли к Марусеньке белые гуси, кыш вы летите. Oh, Гляди. bax, Я- mənəm. Второй İkinci неделю həftə də жду. asıblar. Gəl, Посидим? oturaq, domino vuraq. Hara getdin? Ayağımı silim. Lazım deyil. Salam. Kolya. Bu kimdir? А это Bu мой mənim друг. dostum Kolya. Səndən soruşuram, bu kimdir? Как Sənin soyadın nədir? Yadımdan çıxıb. А ты Sən yadına sal. Yadıma düşmür. Günə qalmısan Barşov. Hər yoldan keçəni evə gətirirsən. Bəlkə fırıldaqçıdır. Ya da cinayətkar. Milis tərəfindən axtarılır. Sənədlərini yoxlamısan? Vətəndaş, tez ol sənədlərini göstər. Barşov, 3 saatdır səni gözləyirəm. Sənsə özün də bilmirsən. Rədd ol! Belə. Kolya getdi. İlahi. Bədbəxtə yaş. Nədir, maaş alanda da içmək olmaz? Bilirəm sənin maaşını. А я тебе Mən sənə ətir almışam. марки Moskva ətri. Нет, Yoxdur. точно Dəqiq вам yadımdadır ki, попал. almışdım. Sən onu Kolya ilə içmisən. Bütün həyatımı məhv eləmisən Barşov. Hə, yenə başlandı. Hə, başlandı. Sənə görə 2 ilimi itirmişəm. Elə bilirdim evlənərik. Ailə qurarıq, hamı kimi xoşbəxt olarıq. Bilirsən, И вот и 1-2 вот. bizimki, 3-4 qapını ört, 5-6 daş altı, 7-8. Sən necə də əcilafsan Barşov. Əcilafsan. Geriyə dön. Кого сказать? Kimə deyirəm?
Cəhənnəmə ki. Hansı dayanacaqdır? Profsoyuzny. Belikov, alnıma əl vur. Gör, hərarətin var. Otaq temperaturudur. Murad, sən əl vur. Az içmək lazımdır. Dayım Abdullah'nın 76 yaşı var. Keçən il şahmat üzrə 3-cü dərəcə aldı. Abdullah. Gör, Abdullahım çatmırdı. Paşa dayı, maaşa da bir beşliyi ver. Dünən maaş almadın? Yaxşı. Bəlkə poliklinikaya gedim. Vermirəm. Mən daha içmirəm, tərk etdim. Salam. Hə yoldaşlar, qəbul eləyin. Gənc nəsil təcrübəyə gəlib. Salam. Peşə məktəbinin şagirdləridir. Keçin uşaqlar utanmayın, özünüzü evinizdəki kimi hiss eləyin. Amma qonaq olduğunuzu unutmayın. Hə, bu bizim bar şovdur. Salam. Salam. Amma ümumilikdə kollektivimiz yaxşıdır. İndi sizi sahələrə ayıracağam. Bizim çilingərlər nəzəri cəhətdən bildiklərinizi sizə təcrübədə neyniyəcəklər, göstərəcəklər. Lap şeirdir. Avdiyev və Buryak. Mən. Belə, Belikovdan öyrənəcəksiniz. Çox şadam. Açarları itirməyi. İlahi. Rahimovun yanına kim? Krivanos və Bubnov. Mən. Bizim hörmətli Paşa dayı Şevçenkonun yanına Vasilyev, Ivanov və Sedin gedəcək. Salam. Salam. Hə? Uğur olsun. Sağ olun, çox sağ olun. Hə, tanış olun yoldaşlar. Hə, mənimkilər hanı? Rəhimov. Uşaqlar, bir dəqiqə. Tanış olmayın. Lyudmila Ivanovna, bəs mənə? Nə sənə? Onlardan, şagirdlərdən. Yoxdur. Qutardı. Başa düşmürəm, çörəkdir, qutardı. Onlar 8 nəfərdir. Hərəyə 2 nəfər düşür. Səndə düşür, məndə isə yox. Niyə? Ona görə. Yaxşı. Əgər adam bir dəfə səhv eləyirsə, ömür boyu onu barmaqla göstərirsiniz. İşləyirsən, təcrübəçi gələndə isə sənə vermirlər. Lyudmila Ivanovna, Lyudmila Ivanovna. Mən 40 ildir Lyudmila Ivanovnayam. Nə olsun? Ey sən, şagird vermirsənsə, heç lazım da deyil. Amma həqiqət vacibdir. Nə həqiqət? Sən bir özünə güzgüdə bax. 40 yaş. Sənə heç vaxt 26-dan yuxarı vermək olmaz. Ay. Pivəliyirsiz? İsti olanda. İstini bəhanə eləməyin. İşdə sizi içən görməyim. Bir böyük, 2 balaca. Mənim şagirdlərimdir. Salam. Salam. Yaman istidir. Barşov! Eşidirəm. Barşov, hələ buradasan? Orada qəza olub, 3-cü dəfədir zəng eləyirlər. Albert Petroviç, cavan həyatın necə keçir? Yavaş. Mənə də şagird veriblər. Təcrübəçiləri öyrədirəm. Salam. Salut. Dayanın. Bura. Bu nədir? Kran. Onu hamı bilir ki krandır. Nə kranı? Sulamaq üçün. Sulamaq üçün. SK, suvarma kranı. Bəs SK-dan nə axır? Su. Bilirəm ki pivə deyil. Bir kibrit qalınlığında axan su 24 saatda 200 litr itki deməkdir. Yoldaş Çilingər. Bura, 9-cu mərtəbəyə. Gəldim. Bir dəqiqə, Afanasi Nikolayeviç. Nə oldu? Kranı bağlayayım. Dayan. Bura Belikovun sahəsidir. Onun da şagirdləri var. Ardımca. Simeon! Bir dəqiqəli işə sal. 9-a qalxmalıyam. Olmaz, nardan sonra gəl. Təmir. Biabırçılığa bax. 3-cü gündür düzəldir. Yaxşı, nahardan sonra gələrik. Afanasi Nikolayeviç. Axı orada evi su basır.
Açarı. Mən biraz vurdum. Su möhkəm gəldi. Vurdum. Açarı ver tez. Açarı verin ona. Yükten başka bir şey değilsiz. İlahi. Ay seni. Sen harda işləyirsən Arximet? Planetaridə. Planetaridə. Birdən mən orada mikroskopları vurmağa başlasaydım, nə olardı? Fəlakət. Düzdür. Hazırlaşın qoçaqlar. Deməli belə, ata, mən suyu bağladım. Bir də açmayasan. Bəs nə vaxt açacaqsınız? Bilmirəm. İkinci ayda ambarda avadanlıq yoxdur. Onda neyniyək? Özün fikirləş. Astronom deyilsən, fikirləş. Bəlkə onları hardansa tapmaq olar. Hardan tapacağım? Sənin üçün qızıl balığam. Mən hörmət eləyərəm. Çantanı ver, Vova. Məndə hardasa olmalıydı. Şəxsi malımdır. Xarici maldır. Buna görə 2.80 vermişəm. Yaponiyanındır. Buyurun. Ay səni kəlikbaz. Mən? 3 şorba, 3 langet. Bəlkə süd götürək, Afanasi Nikolayeviç. Bir də kartof kotleti. Olmaz. Bir də kompot. Salam. Deməli, indi burada işləyirsən? 81 qəpik. Bunların pulu da mənlikdir. Təcrübəçi şagirdlərdir. Mənə veriblər. Salam. Sizdən 2.43. Niyə usta olmursuz, Afanasi Nikolayeviç? Təyin eləmirlər? Məni 1000 dəfə təklif eləyiblər. Amma nəyimə lazımdır? Sizdə şöhrətpərəstlik duyğusu demək olar ki, yoxdur. Nə? Şöhrətə can atmırsınız. Ustanın nə şöhrəti var, hə? Kosmonavtı, yoxsa hakkeyçi? Ustanın xırtiyəcin işi olur, bir də quru maaşı. Mənsə işə muzda işləyirəm, özümün ağasıyam. Əlavə vaxt, əlavə pul. Bir çakçuk. O, Arximet başı işləyir. Kinoya gedərsiz. Çox sağ olun. Lazım deyil. 33 qəpiyi sabah qaytaracağım. Pulun çoxdur? Dilənmirəm. Güya mən dilənirəm. Buraxdım, getdilər. Necə yəni buraxdın? Elə belə. Hər şey öyrəndilər. Kəlləli uşaqlardır. Barşov. Barşov, dayan. Nə danışırsan? Neynədiyini özün... Salam. 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 Yenə zarafat eləyirsən? Kim zarafat eləyir? Siz burada nə oturmusunuz? Mən qol çəkdim. Gedin evə. Yoldaş usta, bizi başqasının yanına keçirməyə xahiş eləyirik. Barşovla işləməkdən imtina eləyirik. Niyə? Prinsip məsələsidir. Ay, buna bax, prinsipi aldı. Mən özüm sizinlə işləməkdən imtina eləyirəm. Çox lazımsınız. Maaşı eyni, əziyyəti isə buracan. Afanasi. Hoş gördük. Salam. Sənin evində qala bilərəm. Nə? Müvəqqəti. Arvad evdən qovdu. Olar. Bir dəst alt paltar verdi. İkincini də camaşırxanadan götürəndə gəlib aparmağı tapşırdı. Bunu da kiraya götürdüm. Afanasi, evdə makaron var. Nə? Makaron. Yox. Mən aldım. 3 paket, əla növdür. Gəl. Afanasi, sən xoruldayırsan? Bilmirəm. Mən xoruldayıram. Amma boş şeydir. Böyrümdən itələ, o saat oyanaram. Oldu? Oldu. Hə. Bu da təzə ev. Televizorumuz yoxdur. Yoxdur. Kiraya götürmək olar, ucuzdur. Götür. Onu hara qoymuşam? Nə axtarırsan? Qalstuku. Mən verirəm, varımdır. Klavdiya Soçidən gətirib. Qəşəngdir. Hara qoydum? Hə, budur. Sakitcə dayanıb susur. Bu Axund dağıdır, bu da batan günəş. Götür, Afanasi.
Sağlıqla tax. Yox, sağ ol, lazım deyil. Afanasi, sən narahat olma. Mən bura uzun müddətə gəlməmişəm. Mixailiç məzuniyyətdən gələn kimi onun evinə köçəcəm. Sən ateistənsən, Nabережныйdan. Yox, 3-cü tikinti idarəsindən. Vasya, hə? yox. Mən suvaqçıyam, Kolya. Deməli, dünə mənimlə Asolda sən idin. Mən idim. Görürəm sifətin tanışdı. Niyə demirsən? Salam. 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 Hə? Təzə evin mübarək. Hə? Vur. Görək kim araqdancı gedir. Yox, yox. Nə oldu? Axı, mənim allergiyam var. Nəyin? Allergiyam. Bax, budur. Yaxşı. Sən dincəl. Mən isə iclasa qaçım. Deməli sənsən. Salam. Buradan keçirdim. Dedim bir deyim. Elə isə get. Yoluna davam elə. Get. Kim lazımdır? Oy, bağışlayın. Mənzili səhv salmışam. Sanitar günü. Asol kafesi. Trofimıç! Fidul, hanı? Nahar eləyir. Sən niyə heç vaxt nahar eləmirsən? Dəvəsən? Özünsən. Alo, Simon Petrovna nə olar? Bəs hardadır? Leopold'dur. Ərə gedib? Çoxdan? Солнечный остров скрылся в туман. İcazənizlə? Olmaz dayı. Не носит Adınız nədir? Klara. Mən isə Karl. Dayı, bu beyaz rəqsdir. Xanımlar bəyləri dəvət eləyirlər. я. Sən kimsən ki? Xanımsan? Bu mənim işimdir. Şəxsi. Sən xanım yox, çaqqalsan. Nə? Havalar gözəl keçir, elə deyilmi? Yaxşı. Sonra danışarıq. В руки другие. Balaca çaqqal. Qəşəng qız, burada bufet var. Mən bilmirəm. İcazə verin sizi rəqsə dəvət eləyim. Məni? Buyurun. Yəqin burada bufet yoxdur. Mən bilmirəm. Burada birinci dəfəyəm. Rəfiqəmlə danışmışdıq. 3-cü şöbədən felçer Paşa Stroganova ilə. Amma o gəlmədi. İşə bax. Bizim yerli komitənin sədri gəlib. İndi bütün gecəni onunla rəqs eləməli olacağam. Bağışla dostum. Olar. Olmaz dayı. Xanımlar bəyləri dəvət eləyir.
Bir dəqiqə. Скоро стану я седым и старым, уйду на пенсию писать свои я мемуары. Напишу я, расскажу я все, как есть, как было, расскажу я, с кем не ладил и кого любил. Bu hərəkətli rəqsdir. Девушку я встретил, и только 18 лет, а мне уж 23. Скоро стану я седым и старым, вот тогда и напишу я эти мемуары. Odur. Oturarıq, çay içərik, radioya qulaq asarıq. Yatmayanlar üçün verilişlərə. Adınız nədir? Lyudmila. Ha? Mənimki isə Ruslandır. İşə bax. Kadrlar şöbəsinin rəisinə zəng eləməliyəm. İndi qayıdıram. Bir dəqiqə. Alo, Ruslanıç. Orada bizdə suvaqçı yatıb. Dey ki, yorğan döşəyini götürüb hamama getsin. Aha, çox sağ ol. Bağışlayın. Dayan, danışmaq lazımdır. Qəbul qutarıb. Qorxdun. Kim, mən? Səndən Getdik. getdik. Kimə çaqqal deyirdin, hə? Sizi buraxdılar? Ha, Onur göz. Sən burada nə inirsən? Fikirləşdim ki, Nə fikirləşdin? narahat idim. Narahat idin. Nədir, dalandarsan? Niyə ki? Niyə milis çağırdın? İndi sənə görə işimə yazacaqlar. Narahat idim. Yaxşı, hələlik. Üzr istəyirəm. Sən harda yaşayırsan? Köhnə şəhərdə. Köhnə şəhərdə. Evə necə gedəcəksən? Avtobuslar artıq işləmir. Qaynar su, qaşıq, çay, hoppa, şəkər, qənd. İç, yoxsa sətəlcəm olarsan. Bəs adın nədir? Qonur göz. Katya. Mənsə Darmidontam. Yevlan Piyeviç. Düz deyil. Siz Afanasisiz. Oh, xalq öz qəhrəmanlarını tanıyır. Məni hardan tanıyırsan? Siz mənim qardaşımla voleybol oynayırdınız. Piyesi Snegirov yadınızdadır? Qarabala, Yekeburun? Yox, Şatendi. Sizdə ehtiyatda oynayırdı. Yadıma gəlmir. Ehtiyatdan heç kim yadıma gəlmir. İndi Irkutskdadır. Evlənib 3 uşağı var. Afərin. İşə bax, saat 3-dür. Gedim yatım. Biraz. İstəyirsənsə otağa get. Mənsə burada. Çarpayını gətirərəm. Yox, nə danışırsınız? Mən evə gedim. Yağış artıq kəsib. Demək olar ki. Aha. Mən səni ötürərdim, amma... Yox, əziyyət çəkməyin. Yaxşı, özün bil. Hələlik. Vaxt tapıb sənə zəng eləyərəm.
Nə? Saat neçədir? Bölük, qalx. Ta-ta-ta-ta-ta. Əyləş. Ye. Sabahın xeyir ölkə. Səhər idmanına başlayırıq. Nədir? Qapının tinə dəymisən? Yox, təyyarəyə. Nə təyyarə? Tu 134. Təyyarə indi. Mənsə fikirli idim. Birdən tap. Mənim Valodyamın da ordudan əvvəl belə saçları var idi. Qayıdandan sonra nəzarətdə saxlamaq lazımdır. Uşaqların da var. İkisi. Valodka və Lenoçka. Qızım, çəngəl almaq lazımdır. Al. Sən evlənmək də lazımdır, Afanasi, evlənmək. Niyə? Sonra məni evdən qovsunlar. Sən bunu ümumiləşdirmə. Bu istisnadır, xüsusi haldır. Ailə cəmiyyətin özəyidir. Dövlətin əsasıdır. Salam. Salam qonur göz. Cavan həyatın necə keçir? Yaxşı. Afərin, sükanı belə saxla. Dayan. Sən burada nə inirsən? Afanasi. Bizim işdə mən təcili yardımda tibb bacısı işləyirəm. Bizdə sirkə bilet paylayırdılar. Orada ayılar çıxış eləyir. Himalay ayıları, velosiped sürürlər. Mən 2 bilet götürdüm. Getmək istəyirsiniz? Nə vaxt? Bugün. Yox, bugün olmaz. Siyasi məşğələyə hazırlaşmalıyam. Sabah siyasi məşğələ aparacağam. Hə, sənə necə zəng eləyim? 03? Yox, bizim nömrəmiz başqadır. 50502. Yazın. Yadımda qalar. Pəncə 2. Mən hər ehtimala qarşı yazım. Yaz. Belə işlər, Katyuşa. Bütün gün istehsalat, ictimai fəaliyyət, təkmilləşmə, heç bir şəxsi həyat yoxdur. Buyurun. Aha. Boş olan kimi zəng eləyəcəm. Yoldaşlar, bizə milisdən yenə siqnal gəlib. Yenə də Barşovdan. İcazə verin o sənədi oxuyum. İcazə verirəm, oxu. Afonya, gəl bura, səhnəyə. Qoy xalq sənə baxsın. Gəldim. Bu il aprelin 2-sində Dağ Qartalı istirahət evində dincələn təşkilatınızın əməkdaşı Barşov A.N. sərxoş vəziyyətdə şəhər bağının fəvvarəsinə baş vurub üzdüyünə görə milis orqanları tərəfindən saxlanılıb. Xahiş edirəm vətəndaş Barşovun nalayiq hərəkətlərini kollektivdə müzakirə eləyib, onun barəsində ictimai təsir tədbirləri görəsiz. Milli şöbəsinin rəisi Carabaydı şəhəri, kapitan Sıxarcı Birici Bacıbayev. Hə, yoldaşlar. Barşova hansı suallarınız olacaq? Fəal olun yoldaşlar, fəal olun. Barşov, niyə fəvvarıya tullandın? İstiydi? Qadına görə. Nədir, boğulurdu? Yox, biz dəstə ilə gedirdik. O da dedi ki, Valdemar suya baş vura bilməz. Mən də suya tullandım. Axı niyə sən? Həmişə sən Barşov, özünə aid olmayan şeylər eləyirsən. Qoy elə Valdemar suya baş vurardı. O mənə Valdemar deyirdi. Demək elə. Yenə də yaxşı düşmür Barşov. Biz sənə güzəşli putyovka verdik, sənsə fəvvarəyə girmisən. Yaxşı deyil, yaxşı deyil. Kim deyir ki, yaxşıdır? Hə yoldaşlar, Barşov xuliqanlıq faktını etiraf eləyir. Nə təkliflər olacaq? Hə, Fyodorov, de.
Təklif eləyirəm, Barşova töhmət verək və evimizə dağılışaq. Düzdür. Bugün 6-cı seriyadır. Mənim töhmətim var, Boris Petroviç. Məndə şiddətli töhmət yoxdur. Səsini kəs, bilirəm. Yoldaşlar, Barşovun töhməti var. Onun şiddətli töhməti yoxdur. Nə kimi təkliflər var? Kimdir? Roma papası. Kim? Çilingə, açın. Salam. Bizim kran pələng kimi nərildəyir. Nə inirsiniz? Nəyə lazım? Palçıqdır. Belə daha nərildəmir. İstifadə eləyə bilərsiniz. Çox sağ olun. Dəyməz. Nəsə olsa, məni çağırın. Soyadım Barşovdur. Ayın. Barşov Ayın. Siz ayaq yalın gedəcəksiniz? İşdən başımı itirmişəm. Mənimki isə 3 imtahanı təzdən verəcək. İndi bütün yayı bu müftəxoru yedirtməliyəm. Həyat çətin məsələdir. Saat neçədir? Aha. Üzr istəyirəm. Saat neçədir? 6-ya 20 dəqiqə işləyib. Çox sağ olun. 6-ya 20 dəqiqə işləyib. Bəs o harda qaldı, hə? 5-də söz vermişdi. Bir dəqiqə. Vətəndaş 3-cü olarsan, Nə? 3-cü olarsan, Nə? heç nə, ged evinə. Afonya, belə adamlardan xoşum gəlmir. Qeyri-dəqiq. Длинной цепи подрывных действий реакционных сил в республике. Цель их либо заставить правительство круто повернуть вправо, либо создать условия для государственной... Ay zibil. Afanasi, bilmirsən BMT Honduras barədə nə qərara gəldi? Kim? Elə bil, mağarada yaşayıram. Barşov! Mən yoxam. Kartof yığmağa getmişəm. Tam özünü təcrid. Afonya! Dostum, Afonyanı çağır. Evdə yoxdur. Hardadır? O gedib. Necə yəni gedib? Kartof yığmağa. Bir adamlardan xoşum gəlmir. O kimdir? Bəs sən kimsən? Mən qohumuyam. Uzaq. Qohum, 1 manat ver. Afonya mənə 1 manat borcludur. 2. 2. Barşov Ayın, Olar. buyurun. Bax belə. İstifadə eləyə bilərsiniz. Sizə nə qədər borcum var? Heç nə qədər. Əhalinin bizdən razı qalmağı zəhmətimizin ən gözəl mükafatıdır. Sağ olun. Sağ olun. İmkan düşsə, əl üzüyanını da dəyişmək olar. Barşov! Nə oldu? Nə oldu orada? Kəsmək lazımdır.
Bəs halqa? Alınmayacaq. Növbətçiləri çağır. Növbətçilər 17-ci sahədədirlər. Özün bilirsən. Mənə dəxli yoxdur. Mən öz işimi gördüm. Usta sənsən, sən də fikirləş. Hörmətli yoldaş, bəs biz nə su içə bilirik, nə yeyirik, nə də paltar uyuruq. Tut. 300 mənzil susuz qalıb. Bəs bu nədir, su deyil? İstəyirsən iç, istəyirsən yu. Burada normativ vermək olar dayı. Düz demirəm? Mənim iş günüm qutarıb. Sabaha dək. Sənin mənzilin hansıydı ata? 27-ci. Belə 27-cini düzəltdim. Qol çay ata. İndi axmayacaq. O onsuz da axmırdı. Amma axa bilərdi. Mən çuqun qoydum. Ömürlük. Perpetuum mobile. Sağ olun, amma mən... Çox sağ ol la ata. Qarın doymur. Hələlik. Bax belə. İstifadə eləyə bilərsiniz. Bilmirəm necə təşəkkür eləyim. Boş şeydir. Bilirsiniz siz kimsiz? Kim? Timsah Gena. Onun kimi qəşəng? Yox, onun kimi xeyirxah. İmkan düşsə hamamda Finlandiya istehsalı çanaq da qoymaq olar. İvan, orada nə inirsən? Görmürsən? Göbələk yığırıq. Hə? Я играю на гармошке у прохожих. Oo, salam qonur göz. Salam. Cavan həyatın necə keçir? Yaxşı. Afərin. Sükanı belə saxla. Nə yeniliyi var? İvan, kim elə tutur? Əyridir. Düz saxla. Gəl kömək elə, məsləhətçi. Alınmır. Vaxtım yoxdur. Hə, işlər necədir? Danış. Afanasi. Bizim felçer Fedosiyevanın əkizləri olub. Hə? Hə. Bir oğlan, bir qız. Qızlarla ona uşaq arabası almağa getmişdik. Afərin. Qaydanda mənə dedilər ki, kimsə zəng eləmişdi. Fikirləşdim ki, sizsiz. Mən? Yox, mən zəng eləməmişəm. Mən kartof yığmağa getmişdim. İndi qayıtmışam. Mən fikirləşdim ki, sizsiz. Yox, yox. Millət, avam millətdir. Bir işi düz görə bilmirlər. Hələ özləri nə işləyirlər? Mən fikirləşdim ki, sizsiz. Əlini ver. Yumruğunu sıx. Denən tır. Dur. Möhkəm. Dur. Alo. Danışan timsah Genadır. O da sənə zəng. Deyəsən xəstələnmişəm. Gedim uzanım, qəzet oxuyum. Bəlkə sizə dərman lazımdır. Yox, otlarla müalicə olunmağa öyrəşmişəm. Ev şəraitində. Sağalan kimi zəng eləyəcəm. Peşə məktəbinə olanda xorda oxuyurdum. Solist idim. Məni hətta musiqi məktəbinə göndərmək istəyirdilər. Hə. Mən voleybolda da birinci dərəcəyə dək çatmışdım. Ustalığa irəli sürmüşdülər. İndi məşqçi olardım. Günüm xaricdə keçərdi. Əgər atmasaydım. Nə xeyri var? Odur, Klavdiya Macaristana getmişdi. Nə soruşursan heç nə görməyib. Ancaq dükanları gəzib. Parik alıb, sevinir. Sənə? Özünə.
Afanasi, valideynlərin sağdır. Yox, anam 1 yaşım olanda ölüb. Atamsa cəbhədə həlak olub. Yetimxanada böyümüsən. Yox, məni xalam böyüdüb. O sağdır. Frosi xala? Sağdır. Odur. O sənsən. Aha. Gülməlisən. Mənə qozbelat deyirdi. Qəşəng qadındır. Kəndin yarısı onun üçün ölürdü. Amma o birini sevdi. Nişanlısı Fin müharibəsində öləndən sonra bir də sevmədi. Amma indi yəqin qocalıb. Mən orduya gedəndən sonra onu görməmişəm. Heç olmasa sən yadıma sal ki, onu açıqca göndərim. Yoxsa köçmüşəm, ünvanı isə deməmişəm. Ora bax. Kometa uçur. Təyyarədir. Afanasi, əgər sənə arzuladığın həyat olan planet təklif eləsələr, hansını seçərdin? Harda pivə hava idisə onu. Mənsə elə bura oxşayanı seçərdim. Müharibə, qaynar nöqtəsi olmayanını. İnsanlar sülh və əmin-amanlıqda yaşayardılar. Bir-birlərini incitməzdilər boş şeylərə görə. Bax, misal çəkim. Vasya Salayov bizim işçi. 2 saat təzə ağcaqanad sürfəsindən ötürü dayandıq. Aldıq, hər şeyi hazırladıq. Arvad götürüb kanalizasiya atdı. Solovyevu? Sürfəni. Tilovları sındırdı. Yox. Bizdə hələ səmimiyyət deyilən rəftar yoxdur. Yorulmusan Afonya. Aha. Salam, uşaqlar. Salam ata. Hə? Dərslərinizi oxuyursunuz? Oxuyurlar. Oxuyun, oxuyun. İndi oxumasan çətindir. Al, tut. Getdik. Barşov! İdarəyə gəl. Niyə? Vladimir Nikolayeviç çağırır. Niyə? Rəqsdə davaya görə milisdən kağız gəlib. Barşov, bütün bunları necə çatdırırsan? Fəvvariyədə tullanırsan, rəqsdə də dalaşırsan. Yoldaşlar, kimin Barşova nə sualı var? Fəal olun yoldaşlar, fəal olun. Özümüzü ləngidirik. Sənin çıxışındır. Yoldaşlar! Nə barədə? Borular. Yoldaşlar! 3-cü ayda bir düyümlük borular həyətdə qalıb. Varankovunsa heç vecinə də deyil. Qışa bir şey qalmayıb yoldaşlar. Əgər indi hazır olmasaq yoldaşlar. Sən mənə fəhlə vermisən, sənin üçün hardan fəhlə tapmalıyam? Varankov, iclasın vaxtını alma. Vladimir İvanoviç, Barşov barədə konkret nə təklif eləyirsən? İndi Barşov barədə.
Barışova nə olub ki? Təşəkkür elan olunsun. Afoniya, nəyə görə? Xanımlara qarşı mərd hərəkətinə görə. Vladimir İvaniç, tez ol, iclasın vaxtını alma. Deyirəm Barışova, təşəkkür elan eləyək. Nə təşəkkür? Nəyə görə? Yoldaşlar, Susun. belə səhərə qədər qurtarmarıq. Xırda məsələdir, amma nə qədər vaxt itiririk. Danış Vastrikova, amma zarafatsız. Yox, zarafat eləməyəcəm. Yoldaşlar, burada nə baş verir, hə? Gözümüzün qabağında yoldaşımız məhv olur, biz isə Niyə məhv olur? Rəqs eləyir. görürsüz. Sakit bəstirin. Sakit yoldaşlar, danış. Lyudmila Ivanovna, davam elə, hə? Nəyi davam eləyim? Təsir tədbirini təklif elə. Niyə? Biz siqnala reaksiya verməliyik ya yox. Düzdür, siqnala reaksiya verəcəyik. Amma əslində Barışovla nə baş verir vecimizə də deyil. Biz tez televizorun qabağına qaçmaq və sairə və ilaxirə istəyirik. O isə həmin vaxt bizim gözümüzün qabağında fəhlədən xuliqan və əyyaşa çevrilir. Adam baxanda irənir. Sən baxma. Məcburam. Məsələn, dünən qəza yerindən qaçdı. 300 mənzil, 3 ev susuz qaldı. O isə tüpürüb getdi. Mən işdən sonra işləməyə məcbur deyiləm. Sən heç iş vaxtı da işləmirsən. Beynində bir şey var. Sakinlərdən rüşvət almaq, içmək və ayıltma məntəqəsi. Sən Neandertalsan. Kim? Neandertal. Mən fantamasam. Fantamas. Barışov! Lyudmila Ivanovna, Barışovun sakinlərdən pul almağı barədə faktlarınız var? Nə fakt? Sizə nə fakt lazımdır? Ona bir baxın, o burada dayanıb bizi ələ salır. Yanaqlarından qan damır. Həyyasız. Mən niyə pəhri saxlamalıyam? Ərə getməyə hazırlaşmıram. 42 yaşımda. Nə? Hə. Sənlə neyniyək Barışov? Mən təklif edirəm, Barışovu işdən çıxaraq. Nəyə görə? Hər şeyə görə. Sənin kimilərin ucbatından insanlar rahat yaşaya bilmir. Mənim baxbacımın əri Fedul. Sənin dostundur. Bütün günü içir. Arvadını döyür, oğlunu döyür. Amma işdə hələ də nazı ilə oynayırlar. Təklif edirəm, Barışovu işdən çıxarın. Necə yaxşıdır belə, yoxsa belə? Əzmə. Onu Klavdiya mənə Riqadan gətirib. Salam. Gözəl hava var, elə deyil? Xeyr ola, bugün keyfin yaxşıdır. Elə belə. Məni rəhbər vəzifəyə irəli sürüblər. Mən kartof yığmağa getmişəm. Salam. Salam. Ev yiyəsi evdədir. Kartof yığmağa gedib. Çoxdan. Çoxdan. Onu indi pəncərədə gördüm. Hə? Hə. Qəribədir. Bəlkə içəri keçib görməmişəm. Keçin. Ay səni, doğrudan da evdədir. Mənimsə mətbəxdə başım qarışıb görməmişəm. Afanacı, çoxdan gəlmisən? Dünən. Hə? Bağışlayın. Hə, Barışov. Gizli fəaliyyətə geçmisən? Niyə gizli fəaliyyətə? Dincəlirəm. Nədir, haqqım yoxdur? Yox, var. Leningradındır, Saratovun. İşə bax, düzəltməyi öyrəniblər. Hə, deməli dincəlirsən. Dincəlirəm. Bizimki deyir, qalx Afoniyanın yanına. Onunla danış. Yoxsa iclasdan sonra lap möhkəm içəcək. Hə, söhbət aparmağa gəlmisiniz? Niyə söhbət? Elə belə gəldim ki... Sənin televizorunda yoxdur? Yox. Radyomda yoxdur. Qəzət də almıram. Afərin. Yox. Sizə afərin. 4-cü dərəcəli çilingəri fəhlə elədiniz. Sevinin. Heç kim sevinmir. Başa düş. İnsanlar sənə kömək eləmək istəyirlər. Kömək?
Niyə hamı mənə kömək eləmək istəyir? Mən heç kimin işinə qarışmıram. Heç kimə yaşamağa mane olmuram. İstəyirlər hamısı baş ayaq gəzsinlər. Elə də gəzirlər. Onun mənə nə dəxli var? Pendirli makaron istəyirsiniz? Sağ olun, yemişəm. Bəs çay? Çay olar. Yaxşı. Bilirsən ən pis cəhətin nədir, Barışov? Sənin laqeyd olmağın. Hə? Orada pis nə var? Mən laqeydəm. Kol arvadından qorxur. Siz qaşqabaqlısınız. Hamı müxtəlifdir. Nə olsun? Mən hardasa oxumuşam ki, Barışov, satqınlar və qatillər o qədər də qorxulu deyil. Çünki onlar yalnız sata və öldürə bilərlər. Ən qorxulu olanlar laqeydlərdir. Bütün bu cinayətlər onların sakit razılığı ilə baş verir. Başlandı. Məndən nə istəyirsiniz, hə? Mən hamıdan pisəm, hə? Nədir? Güya başqaları pul almır, içmir, hamısı mələkdir. Niyə başqalarından danışırsan? Əvvəlcə özün barədə fikirləş. Özünə bir bax. Siz düz demirsiniz, yoldaş. Hər bir adam ilk növbədə yaşadığı cəmiyyət barədə. Sonra isə özünün cəmiyyətdəki yeri və özü barədə fikirləşməlidir. Amma sizin fəlsəfə ilə biz uzağa getmərik. Deməli belə, Barışov. Sən 4-cü korpusda fin çanağını paslı əlüzyonla dəyişmisən. Əgər sabah onu yerinə qaytarmasan, səni işdən qovacağıq. Özü də fəlsəfəsiz. Barışov ayın. Salam. 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 Siz sehirbaz və ofsunçusuz Barışov ayın. Elen hansı mərtəbəyə? 7-yə. Leonoçka, açarlar səndədir. Hə, İvan, tanış ol. Bu dediyim Barışov ayındır. Timsah Gena. Çox şadam. Arlov. Barışov. Gör bizə necə çanaq gətirib. Əla. Sizə nə qədər borçluyuq? Barışov ayın pul almır. Barışov ayın altruistdir. Altruistlərə də pul lazımdır, Lenoçka. Onların da arvadları var. Bəsdir? Əziz qardaşlar, gedirik ya yox? Gedirik. Bunu da alın. Sabah quraşdırarıq, yaxşı? Sabah mən evdə işləyirəm. Çox sağ olun, sağlıqla qalın. Barışov qardaş niyə gəlmir? Barışov ayın, gəl. Vaxtı yoxdur. İşdədir. Sağ ol, Timsah Gena. Auf Wiedersehen. Милый чё, да милый чё, навалился на плечо, да я милая ничего, я влюбился горячо. Sağ ol dostum. Bir də anacan. Vera. Не ругайте меня дома, меня не за что ругать. Мое дело молодое, мне охота погулять.
Katyuşa, səni soruşurlar. Oy, Salam. oy. Qonaq qəbul eləyirsiniz? Hansı mürəbbəni daha çox xoşlayırsınız? Gilənar ya çiyələk? Hər ikisini. Qaragilə də var. Özüm bişirmişəm, istəyirsiniz? İstəyirəm. Bizdə bal da var. Anam Kubandan gətirib xoşlayırsınız? Bəs anan hanı? Anam reisdədir. Bələdçi işləyir. Afanasi, keyfinizi pozmayın. Hər şey yaxşı olacaq. Əminəm. Əsas odur ki, adam özü yaxşı olsun. Səhvləri həmişə düzəltmək olar. Əsas ağlını başına toplamaqdır. Bilsəydim ki, gələcəksiniz. Göbələk piroqu bişirərdim. Göbələk piroqu xoşlayırsınız? Katerina, mənə ərə gələrdin. Gələrdin. Məyər siz məni sevirsiniz? Afanasi. İstəsəz, şənbə günü yelkənli gəmiyə minə bilərik. Bizim bir felçerin, Şaqarın, yelkənli qayıq üzrə 2-ci dərəcəsi var. Xahiş eləyərəm, bizi mindirər. İstəyirsiniz? Gələn yay isə Yeniseydə gəzmək olar. Turist kimi. Mən televizorda görmüşəm. Gözəl yerlərdir. Çox gözəl. Gedərik. Afanasi, Hı? qırışınız var. Burnun üstündə. Ol kimi. Burada da. Qocalırıq. Yox. Bu ona görədir ki, siz şən adamsınız. Adam şən gülərüz olanda gözün kənarında qırışlar olur. Şən, sevincimdən indi durub salto vuracam. Afanasi, bilirsiniz nə fikirləşirəm? Bizdə də bir qız Sonya Rebinkina. Kollektiv onu pisləyirdi. Amma özü günahkar idi. Həkimlərlə kobud davranırdı. Çağırışa gedəndə papaq qoymurdu. İctimai həyatda iştirak eləmirdi. Tamamilə. Sonra birdən-birə ağlını başına yığdı. İndi onu tanımazsan. Nədəni olub? Papaq qoyur. Hətta Divar qəzetinə hərdən aktual mövzularda şeirlər yazır. Qripdən, ensefalitdən. Əsas ağlını başına toplamaqdır. Hə? Saat 5'dir. Gedim Katyuşa. Xalamı qarşılamalıyam. Bugün xalam kənddən gəlir. Afanasi, istəyirsiniz mən də sizlə gedim ki, darıxmayasınız. Lazım deyil Katyuşa, soyuqdur. Katyuşa, mən dünən çox içmişdim. Başa düşürsən, Yevdokimovnanı pensiyaya yola salırdıq.
Biraz yeyib içdik. Afanasi, məni Afrikaya göndərirlər. Orada bizimkilər yeni avadanlığı olan təzə hospital tikiblər. Bizdən 3 nəfər getməlidir. Anna İvanovna, Rebinkina və mən. İndi bilmirəm gedim ya yox. Katya, Katya, bugün işləyirsən? İkinci növbədə. Mən sənə zəng eləyəcəm. Oldu? Qonur gez. Afonya! 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 Evdə yoxdur. Afonya! Deyirəm evdə yoxdur. Bəs sən kimsən? Gedin yatın. Siz sərxoşsuz. Bəlkə biraz da qalasan. Televizor alarıq. Qala bilmərəm. Afanasi, dedim axı, qala bilmərəm. Oğlum əskərlikdən qayıdır, onun üçün necə nümunə olacam? Eybi yox. Üzr istəyərəm. Mənə heç nə olmaz. Hə, getməmişdən oturaq. Bəlkə mən evlənim, hə? Bilmirəm. Afanasi, insan özü öz taleyini həll eləməlidir. Gözlə, söhbət eləyək. Mən qaçdım, dayana bilmərəm. İşə gedib çatmalıyam. Üstəlik, əşyalar aparmalıyam. Şlyapan yaddan çıxdı. Eybi yox. Qoy qalsın. Afanasi, bax burada sənə ünvan yazmışam. Sən bizə gələrsən. Amma mütləq gəl. Gələrəm. Yaxşı olar Klavdi olmayanda gələsən. O sənin portretini görüb. Həm də çox sağ ol Afanasi. Hər şeyə görə. Sağ ol. Salamat qal. Salam, Frosya xala. Salam, Qozbelatım. Bax, sənin üçün sentyabrın 1-nə köynək tikirəm. Niyə özünün axırıncı donunu qayçılamısan? O nəyimə lazımdır ki? Qohum! Ey, qohum! Bir manat ver, qohum! Afonya mənə 1 manat borcludur. Borcluydu. Katyuşa, çatdıq. Sənə nə olub? Lena, Fidaseyevi buraxdılar? Yox hələ.
Katyuşa. Sənə kimsə zəng eləmişdi. Kim? Bir kişi idi. Salam dovşan balalar. O evdə yoxdur, gedib. Hara? Kəndə. Kartof yığmağa? Həmişəlik. Necə yəni? Salam. 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 Afonya. Afonya, evə get. Eşitmirsən, sənə deyirəm. Gedirəm. Səhərdən gedirsən, heç cür çata bilmirsən. Cəld ol. Gedirəm, gedirəm. Nədir vətəndaş? Mənim polad atım xoşuna gəldi. İstəyirsən dəyişək. Mən sənə atı, sənsə mənə öz papağını. Yigaza. Qaban. Mm-mm. Dayan. Dayan, dayan. Yana çevril görüm. В темном лесе, в темном лесе, в темном лесе, в темном... Ha, Gozbelat. Aha. Gozbelat. Yigaza. Gozbelat. Yigaza. Gozbelat. Yigaza. Gozbelat. Gozbelat. Xahiş eləyirəm, öz xahişimlə işdən azad eləyəsiz. Vergül, sənədləri Barşovkaya göndərəsiz, Vergül. Mənzili kiraya verirəm. Barşov ayın. Çox sağ ol, Nadyuşa. Siz bizdə işləyəcəksiniz? Yəqin ki. Yəqin yox, dəqiq. Bilirsən bu kimdir? Çilingərlərin professorudur. Yeri gəlmişkən subaydı. Heç olmasa gülümsə Lirşova. Bilirsən necə dişləri var? Mismarı da dişləyər. Yelizaveta, Kozbelat gəlib, uşaqlıq dostum. Salam. Salam. Amma vaxtında qayıdın. Qorxma, o içən deyil. Alergiyası var. Nə? Alergiya. Balığa gedəcək. Mən motosiklet də almışam. Amma Yelizavetaya demə, hələlik Fedotun toyuq damındadır. Распашулья, 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 Пашеньку, Пашеньку. Ah, İvan İvaniç yadındadır. Əlbəttə. İvaniç İvanov İvan, elinə giy bir tuman. Yaraşığına da söz ola bilməz. Ey, sizi tutsam, payınızı verəcəm it uşağı. Neçə il şəhərdə özümü məhv eləmişəm. Eybi yox, indi yaşayarıq. Əlbəttə. В темном лесе, в темном лесе,
Nə vaxt? Artıq 2-ci ildir. Elə bilirdin, bilirsən. Sənə telegram vurmuşduq, almamısan? Qəribədir. Gedim açarı gətirim. Mane olmaram. Kimdir? Yegor Lişov. Yadına gəlmirəm. Hə? Yegor dayı. Geç Yegor dayı. Əyləş. Yox, bir dəqiqəlik gəlmişəm. Bax belə Yegor dayı. Gəldim. Belə, qəbul elə mirasını. Necə deyərlər, Frosiyanın arxivini hər ehtimala qarşı götürmüşəm. Al, götür. Evin kağızıdır. Əmanət kitabçası sənin adına 87 manat yığılıb. İstiqrazlar. Bu isə Kolyanın məktublarıdır, sənin atanın. Çox sağ ol. Onun ölüm kağızı. Sənin məktubların. Oxu, oxu. Yaxşı məktublardır. Frosiya sənin adından öz-özünə yazırdı. Necə yəni? Bax belə. Yazırdı. Lişkova da qutuya atırdı. Burada alırdı, bizi oxuyurdu. Əlbəttə, hamı məsələnin nə yerdə olduğunu başa düşürdü. Amma bir ruzə vermirdilər. Səni çox istəyirdi. Çox istəyirdi. Elə burada düz pəncərənin yanında öldü. Həmişə səni gözləyirdi. Nömrə. Nömrə? Hə, telefon nömrəsini deyin. Xəstəxana. Nə xəstəxana? Telefon nömrəsini deyin. Pəncəl, sonra da 4'dür. Ya da 6. Nadyusha, abonent nömrəni unudub. Hə, unutqandı. Nadyusha, ünvan bürosundan tapmağa çalış. Mənim xətrimə. Çox sağ ol, Nadyusha. Ünvanı tez. Mənim? Nişanlınızın, nişanlınızın. Kilsənin yanındadır. Belə bir evdir, 2 mərtəbəli. Heç olmasa adını bilirsiniz. Bilirəm. Adı nədir? Snigirova Katerina. Nadyusha, əzizim. Qoy cəhd eləsinlər. Xəstəxana 1-ci 4 rəqəm 5050. Snigirova Yekaterina. Gözləyirəm. Tapacaq. Tapacaq.
Alo? Hə? O yoxdur. Bəs hardadır? Bilmirsiz hardadır? Hə? Çox sağ olun. Harasa gedib. Над Тихоней речкой рос кудрявый клен, белую березу. Был тот клен влюблен, и как только вечер Diqqət! 302 sayılı Verxniye Yamki Petrozavodsk reysi müəyyən səbəblərə görə gecikir. тебя люблю, протяни мне ветку, белую свою, без любви и ласки погибаю я, белая береза, милая моя. Но однажды ветер песню услыхал, слой черной тучи, он на клен напал, и в борьбе неравной пал кудрявый клен, лишь осталась песня, как прощальный звон. Zəhmət olmasa bileti dəyişin. Yenə? Hı -hı. Я хотел придумать сказки для тебя. Хрустальный замок, поселить тебя и добрым стать волшебником. Только в сказке, только в сказке все бывает, как захочешь. Только в сказке, только в сказке все сбывается. Но какой волшебник Sənədlərinizə baxmaq olar, vətəndaş? сможет сделать сказку вечной? Даже в сказке, Hı -hı. даже Bəs biletinizə baxa bilərəm? все кончается. Murmanska uçmaq istəyirdiniz? Sonra Petrozavodska, deməli indi Çerepovitsə. Deməli sizin üçün hara uçmağın fərqi yoxdur, vətəndaş. Belə çıxır ki, yoxdur. Kimdən qaçırıq? Özümdən. Özündən qaça bilərsən. Amma milisdən qaça bilməzsən. Mənimlə gedə vətəndaş. Diqqət! 146 sayılı Zavyalov Çerepovets reysi ilə uçan təyyarə yerə enib. Sərnişinlərdən öz yerlərini tutmaq xahiş olunur. Vətəndaş, ardımca gəlin. Axı nə olub? Pasport sizin deyil, cavan oğlan. Bəs kimindir? Buyur, özünüz baxın. Bura? İndi isə bura. Hə, necədir? Oxşayır? Bəs belə eləsəm. Bağışlayın. Afanasi. Mənə kimsə zəng eləyib. Fikirləşdim ki, sizsiz.